Həzrət Əli əleyhissalama ən böyük zülmlərdən biri onu Muaviyyə ilə bərabər səviyyədə tutmaq oldu. Nəhcül Bəlağənin 200-cü xütbəsində çox gözəl bir nüans var. Əgər vəfasızlıq sözünü bizə çox kobud ifadə ilə deyim, tüpürdüyünü yalamaq və ya insanlara xəyanətlə yanaşmaq, əmanətə xəyanət, hər bir şeydə halalda iyrənc, xoşa gəlməz bir şey olmasaydı, mən insanların ən dahisi olardım. Muaviyyə səni bilməm, mən bilmirəm sən nə etmək istəyirsən. Mən bir bilirəm sən hardan nəyə gəlmək istəyirsən, hardan neyin başlanğıcını qoyursan, sonda nəyə gətirmək istəyirsən. Mən bunları bilirəm. Sadəcə ləula kərahiyyə, bu şey iyrənc, xoşa gəlməz bir şey olmasaydı, insanlar nə deyir? Ağlamayana pəpəş yoxdur. Körpünü keçənə qədər ayya dayıdır. Əşi maşın sürür, obursunu tez bazar verir maşının qabağına ki, zirəyli idi. Zirə yox. Başqasının haqqında tapdalasın, başqasının malını da yesin, hər neynəsin. Ticarətdə bilirsən balası bilir. Şirin yalanlar olar da, onsuz da ticarət olar. Həzrət Əli deyir ki, kərahiyyətulğidir. Bunlar hamısı xoşa gəlməz şeydir. Ola bilər insanlar sənə düşsün, bizdə deyirlər, belə bu qədər də saf olmadı səndə. Çox safsan səni. Başa düşmədim. Hələ Allah nə verirsə o saflığa görə verir də. Allah nə verirsə o təmizliyə görə verir də adama. O çirkliyə görə verir. Yəni siz cəmaat məni çirkava dəvət edirsiniz. Mən bunu necə cavab verəcəm? Ona görə Həzrət Əli əleyhissalam deyir, bu şey kərahiyyət olmasaydı, kərahiyyət burada məkruh mənasında deyil ha. Yəni Muaviyyə məni ilə baş edə bilməzdi. Baş edə bilməzdi. Əgər mən onun oyun qaydaları ilə oynasaydım ha, sadəcə olaraq Muaviyyə İslama bir başqa cür yanaşır. Səltənət kimi yanaşır, hakimiyyət kimi yanaşır. Onu maraqlandırmır, sabah hesab var, qiyamət var, nə bilmə, ölüb qaydan var. Kimsə oradan ölüb qayıdıb. Əşi bu günləri bu belədir, bu cür. İmam Əli əleyhissalam deyir, pərdələr mənim üçün qaldırılsa, mənim yəqinimin üzərinə heç bir qram da əlavə olunmaz. Baxın, kişilik məktəbi nətər olur, ya Əmir əl-Möminin. Həzrət Əli əleyhissalam yenə də bu Nəhcül Bəlağədə var. Əl-İmam, nədir ya Əmir əl-Möminin imam? Sənə zərər verən bir halda sən doğru danışmağı önə verəsən. Allaha sədaqətli, sənin zərərvə də olsa edirsən ki, biz bunu İmam Əlinin hakimiyyətində görürük. Və bu doğruluğu sənə fayda verəcək bir tərzdə yalana tərcih ver, yalandan öndə edəsən. Mənə zərər verəcək yerdə mən doğru danışacağım, zərərimdir, olsun mən doğru danışacağım. Və mənə fayda verəcək yerdə mən yalan danışmayacağım. Yəni biz Həzrət Əli əleyhissalamın şəxsiyyətini Muaviyyə kimi analiz etməliyik. Yoxsa Quran ayəsi ki deyir, onlar əmin-amanlıqda və hidayət içindədirlər.